Oğlum Raul üçün mövlüd elədik. Mövlüddə çoxlu yeməklər hazırlanır. Bu yeməklərdən birisi də buğlama idi. Buğlamanı bu dəfə qaynana resepti ilə hazırlamışam. Ətli qaynadıb, suyunu süzüb saxlayıram. Kəfini hamısını tullamaq üçün belə elədim. Böyük bir dənə qazanda göstərdim ki, hamısını qat-qat, amma ən altdan piyləri düzmüşdüm. Ən sonunda üzərinə kartofu əlavə eləyəndən sonra süzülmüş ətin suyunu əlavə elədim. Göyərtləri üzərinə qoydum bunu. Qəşəng qaynasın. Saat yarım bişdi, belə pambıq kimi oldu. Qonaqlar, qohumlar, tanışlar yavaş-yavaş gəlməyə başladı. Bu arada qazmaqlar, yeməklər, bilinçiklər hamısı yavaş-yavaş hazırlandı. Cəmaət gəldi, belə həyətə yığıldı. Dualar edilməyə başlandı, mövlüd oxudular, şərbətlər paylandı. Uşaqlar da həmişə kim səs-küy salıb oyunlarını oynamağa davam edirdilər. Mövlüd oxunu qutaran arada hamısı bütün yeməklər, stollar hazır vəziyyətə gətirilib. Bütün yeməkləri hamısını payladıq stollara. Nə hazırlanmışsa hamısı getdi, bəhbəhlə yedilər. Yiyib qutarandan sonra burada ən çətin qablar yumaqdır. Qonşu gələnlər kömək elədi, sağ olsunlar. Stola çaylar paylanandan sonra bütün stollar bizə aparılan məscidə yığılırkən həmən stollar kimin həyətində xeyir şərişi varsa götürür oradan istifadə edir. Necə götürmüşsə eyni qaydada aparıb yerinə qoyur. Kəndimizin bir belə görüntüsünü sizə təqdim edirəm. Günümüzü belə yekunlaşdırdı. Edilən bütün dualar Allah qəbul eləsin inşallah.